İki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindən biri də regional əlaqələrin genişləndirilməsi və yeni investisiya imkanlarının yaradılmasıdır. Məhz bu məqsədlə Daşkənddə Azərbaycan və Özbəkistanın 4-cü regionlar arası forumu keçiriləcək. Tədbirin detalları ilə bağlı indi xüsusi müxbirimiz Rövşən İlyasovdan ətraflı məlumatları alacağıq. Rövşən, efirdəsiz, buyurun, sözü sizə ötürürəm. Hər vaxtınız xeyir olsun. Bəli, gündəlik əsas istiqamətləri ticarət və investisiyalar, sənaye kooperasiyası, energetika, logistika, maşın qayırma, tikinti, kənd təsərrüfatı, qida sənayesi, informasiya texnologiyaları və səhiyyədir. Forum çərçivəsində B2B və B2C görüşlərinin keçirilməsi, Azərbaycan və Özbəkistan regionlarının investisiya, sənaye və ixrac potensialının təqdim olunması, perspektivli birgə layihələrin müzakirəsi nəzərdə tutulur. Qeyd edim ki, forum iki ölkə arasında iqtisadi əlaqələrin sürətlə genişləndiyi bir dövrə təsadüf edir. Bu ilin yanvar-may aylarında Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi təxminən 40% artıb. Qarşıya qoyulan əsas hədəflərdən biri isə qarşılıqlı ticarətin həcmini 1 milyard dollara çatdırmaqdır. Bu baxımdan Daşkənd forumundan əsas gözlənti siyasi müttəfiqliyin regionlar, şirkətlər və konkret iqtisadi layihələr səviyyəsində daha da möhkəmləndirilməsidir. Hələlik çatdıracaqlarımız məlumatlar bunlardan ibarət idi. Növbəti buraxılışlarımızda çalışacağıq ki, forumun işi ilə bağlı sizə daha ətraflı məlumatları təqdim edək. Hələlik isə söz sizdədir.